Biz həvəskar balıqçılar ümumiyyətlə 2 ildir bu qadağa qoyulub. Bu qadağa belə deyək də biz həvəskar balıqçılar bundan razı deyilik. Niyə görə razı deyilik? Əslində qadağa olmağı yaxşıdır. Çünki populyasiya dövrüdür, balıqlar populyasiyası dövrüdür. Balıqlar artır və onu həvəskar balıqçılara da xeyir var. Amma qadağanın təyinatı düzgün deyil. Niyə görə düzgün deyil? Misal üçün balıqlar növünə görə, kürü tökmə dövrünə görə və iqlim şəraitini nəzərə alınaraq cədvəl tərtib olunmalıdır və cədvələ əsasən hansı balıq nə vaxt ovlanmalıdır və ovlanmamalıdır tətbiq olunmalıdır həvəskar balıqçılığa və yaxud da ki, sənaye üsulunun ovlanmasına. Biz əsasında həvəskar balıqçılara nəzərdə tuturuq. Misal üçün, durna balığı dekabr, yanvar, fevral aylarında kürü tökmə dönəmidir. Misal üçün, kütün balığı mart-aprel aylarıdır. Sazan balığıdır, yəni çəki deyirik. Çəki balığı kürü tökmə dövrü, populyasiyası dövrü mart ayının ortalarından başlayır. May ayının ortalarına və axırına kimidir. Yəni bu cədvələ əsasən tətbiq olunmalıdır və biz həvəskar balıqçılar da buna riayət eləməliyik. Amma ümumi götürülməsi düzgün deyil. Və bir şey də qeyd edim ki, daban balığı deyirik, bizim dildə daban balığıdır. Ümumiyyətlə elmi adı bunun karasiyusu. Bu balıq hal-hazırda Azərbaycan su hövzələrində həddindən artıq kütləvi artıb. Bu təhlükəli balıqdır. Bütün dünyada bunu təhlükəli balıq bilindiyinə görə bunun il boyu ovlanmasına icazə var. Bu balıq 4 fəslin 4-ündə də kürü verə bilir. Hər fəsildə də 300-500 minə yaxın yəni kürü tökə bilir, bala verə bilir və bunun təhlükəli səbəbi nədir? Bu balıq Orta Asiyadan bilirsiniz bizə gəlib, 80-ci illərdən Orta Asiyadan xırda balıqların, yəni bitki ilə qidalanan xırda balıqların arasında gəlib çıxıb və onu artırarkən və orada dambalardan başqa yerlərə keçərək artıb, kütləvi artıb və bu günləri su hövzələrinə bir təhlükə yaradıb. Bu balıq digər balıqların balaları ilə, kürüləri ilə, suyun altında olan bitkilərin toxumları ilə qidalanan balıqdır və hara düşürsə həmin su hövzələrində, çaylarda bütün balıqların azalmasına gətirib çıxardır. Ona görə də bunun il boyu ovlanmasına bir çox ölkələrdə icazə verilib. Bu günləri buna qadağa qoyulması mən düzgün hesab etmirəm. Yəni səbəblərdən də biri budur. Gözləntilər budur ki, əvvəlki illərdə necədir? Həmişək kimidir. Həmişək kimidir. Yenə dediyim kimi belə deyək də